Əbu Səid Əl-Xudri, Allah ondan razı olsun, rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Möminlərin cəhənnəmə girmiş qardaşlarına görə Rəbləri ilə haqlarını tələb etmələri sizdən birinizin dünyada haqq uğrunda mücadilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər, ey Rəbbimiz, onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruç tutar və həcc edərdilər. Sən isə onları cəhənnəmə saldın. Allah buyuracaq, gedin və tanıdıqlarınızı oradan çıxardın. Möminlər gəlib onları görkəmlərindən tanıyacaq. Od onlardan kimsini baldırının yarısına qədər, kimsini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları oddan çıxaracaqlar. Onlar deyəcəklər, ey Rəbbimiz, artıq sənin bizə əmr etdiyin kəsləri çıxartdıq. Allah buyuracaq, qəlbində dinar ağırlığında iman olan kəsləri çıxardın. Sonra isə qəlbində yarım dinar ağırlığında, hətta zərrə ağırlığında deyə buyuracaq. Əbu Səid Əl-Xudri dedi, kim inanmırsa bu ayəni oxusun. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Ən-Nisa surəsi 48-ci ayə. Ən-Nəsai Sünnən 5010-cu hədis.